Ermənistanda davam edən seçki kampaniyasında əsas müzakirə mövzularından biri Kərki kəndinin Azərbaycana qaytarılmasıdır. Müxalifət ermənilərin Tiqraneşen adlandırdığı kəndin hakimiyyət tərəfindən qaytarılacağını deyir. Hakimiyyət isə bu məsələnin delimitasiya prosesinə daxil olduğunu və başkəndi geri alacaqları təqdirdə Kərkinin də qaytarılacağını bildirirlər. Azadlıq Radiosunun erməni xidməti Kərkidə baş verənləri işıqlandırıb. Kənddəki ermənilər bildirirlər ki, onlar televizora baxmaq və ya sosial şəbəkələrdəki müzakirələri izləmək istəmirlər. Lakin eşidiblər ki, bu kənd seçki kampaniyası zamanı siyasi ticarət mövzusuna çevrilib. Ermənilər bildirirlər ki, nə müxalifətdən, nə də hakimiyyətdən heç kim kəndə baş çəkməyib. Hətta iqtidar da, müxalifət də Vayos Zorda kampaniya aparsalar da kəndin yanından düz keçiblər. Heç kim gəlmədi, kəndi təhvil verib-vermədikləri barədə bizə heç nə demədilər, sakinlərdən biri deyib. Digər sakin isə hesab edir ki, hakimiyyət kəndi təhvil verəcək. Baş nazirin dediklərindən məlum olur ki, xəritəyə baxacaqlar. Bura türklərindirsə təhvil verəcəklər. Bu olsa biz nə edə bilərik? Kənddəki məktəbin bağlanacağı haqda da məlumatlar var. Məktəbdə cəmi 2 şagird təhsil alır. Ermənilərə tövsiyə edilir ki, qonşu Sevanakda yeni tikilən məktəbə getsinlər. Kənd sakini Azatuy Avanasyan isə deyir ki, nəhayət sülh gəlməlidir. Mən dəfələrlə Qafanda olmuşam və görmüşəm ki, orada Azərbaycanlılar dayanır, sürücülərimiz gedir, gəlir. Qardaşım dəfələrlə zəng edib ki, Azərbaycanlıların yanından keçirəm, keçib zəng edəcəm. Nəhayət sülh gəlməlidir, ya yox, o bildirib.